Sikloalkanlar haqqında danışacağıq bugün. Sizdən uşaqlar deyirdik ki, sikloalkanlar hansı siniflə sinif arası izomer idi? Alkenlərlə. Deməli, bizim ümumi formulumuz necə olacaq uşaqlar? CnH2n. N böyükdür, bərabərdir 3 olacaq. Deməli, adına nə dedik? Sikloalkanlar. Sikloalkanlara sikloparafinlər də deyə bilərlər. Deməli, alkanlara parafinlər deyirdik. İndi sikloalkanlara sikloparafinlər deyə bilərik. Dedik ki, hansı siniflə sinif arası izomerdir? Alkenlərlə. Sadəcə alkenlərdə fərq nə idi? N neçədən başlayırdı? 2-dən başlayırdı. İndi sikloalkanların ilk nümayəndəsi 3-dən başladığına görə, deməli onda bizim ilk nümayəndəmiz olacaq nə uşaqlar? C3H6. Ay sağ ol. C3H6. İkinci nümayəndəmiz olacaq C4H8. İkinci nümayəndə. Üçüncü nümayəndə olacaq C5H10. Dördüncü nümayəndə olacaq, deməli C6H12 və sonra davam edəcək radikallarla və yaxud da başqa şəkildə. Deməli, uşaqlar, adını necə deyəcəyik? Necə əvvəlinə siklo sözü deyirdik? Burada da onda nə deyəcəyik? Siklo, propan, ay sağ ol. Buna nə deyəcəyik? Siklo, butan və beləcə davam edəcək. Siklopentan, sikloheksan və s. İndi uşaqlar, baxıram buradakı karbonlara. Bu hər küncdə bir karbon yazılacaq, yazıldı. Buradakı karbonlar neçəli karbonlu sizcə? İkili təbii ki. Niyə ikili uşaqlar? Çünki baxın, bir dənə bu karbonla birləşib, düzdür. Bir də gəlib bu karbonla birləşib. Oldu mu ikili? Deməli, bax, buradakı, sikldəki karbonların hər biri ikili karbondur. Yox, əgər bundan tutaq ki, baxın, mən bir də belə bir yazsaydım. Deyirəm, burada neçə karbon var, uşaq çaşır qalır. Deyir, məsələn, 3 dənə. Bax, burada axı bir dənə karbon var əlavə, düzdür? Onda bax, bu karbon, neçəli karbon olacaq? Bax, bu karbon. Üçlü karbon, ay sağ ol. Biri metil radikalı birləşib, bir dənə bu tərəfə, bax, buradakı karbona, bir də buradakı karbona tərəf rabitəsi var. Onlar üçlü karbon. Bunu bildik. İndi uşaqlar, hər karbonun 2 rabitəsi artıq digər karbonla əlaqəli olduğuna görə biz buna loru dildə nə deyirdik? Qol deyirdik də, düzdür? Onda hərəsinin yanına 2 hidrogen çatışmır. CH2, CH2 bunu yazdıq. Yenə burada da sikloalkanların da ilk 2 nümayəndəsi, yəni karbon 3 və karbon 4. Birinci və ikinci nümayəndələri qazdır. Siklopentan və sikloheksan isə uşaqlar olacaq maye. Bu da oldu onların fiziki xassələri. Yenə də uşaqlar, molyar kütlə artdıqca bunlarda nə olacaq? Ərimə, qaynama temperaturu, daha doğrusu qaynama temperaturu, sıxlığı, bunlar hamısı artacaq. Düzdür, izomer sayı da artmış olacaq. Bunu da bildik. Gələk sikloalkanların alınması reaksiyalarına. Necə alarıq? Uşaqlar, ümumiyyətlə, məsəl üçün, bu C6H14. Bundan 2 mol hidrogen çıxanda nə alınırdı? C6H12. İndi bu C6H12 alken də ola bilər, sikloheksan da ola bilər. Sikloheksan. Və yaxud hər harasındansa tutaq ki, belə yazmışam. 1, 2, 3, 4, 5, 6. Buradan gətirib bir CH3 yazmışam. 3 metil heksan deyil, bu 3 metil heksan. İndi bundan yenə də hidrogen çıxartdıqsa, nə olacaq? Yenə də yazıram bir sikl, hansısa tərəfindən bir dənə çıxartdım, CH3 radikalı. Bir oldu alkanların dehidrogenləşməsi. Bəs başqa necə ala bilərəm? Başqa uşaqlar, biz nə deyirdik? Dihalogenli törəmələrə, alkenlərin alınması reaksiyası zamanı belə yazırdıq. CH2 tutaq ki, pH, gəl otur. Tutaq ki, uşaqlar, belə bir maddə yazmışam. Üzərinə gəlirəm sink. Buradan nə alınır? Sink gəlirdi, bax bu halogenləri buradan götürürdü, düzdür. Nə olurdu? 2 qat rabitə yaranırdı. CH2, 2 qat rabitə CH, CH2, CH3. Burada şərt nə idi?
halogenlər yan-yana olsun. Düzdürmü? Yaxşı. İndi gəlin baxaq görək. Bəs halogenlər yan-yana olmasa necə olardı? Məsəl üçün yazıram. CH2 flor, CH2, CH2, CH2 xlor. Nə baş verəcək? Yenə üzərinə gəlirəm sink metalı. Nə alınır? Gəlin görək burada uşaqlar. Yenə sink gəlib halogenlərlə birləşəcək. Birləşsin. CH2, bax, sink gəldi, bunları götürdü. İndi bax, bunlar var. Ha, bunlar boş qala bilməz. Onda nə edəcək? Fırlanıb bir-biri ilə birləşəcək. Birləşəndə ortada neçə dənə karbon qalıbsa, o qədər sayda bucaq əmələ gələcək. Ümid. Neçə karbon qalıb ortada? 1, 2, 3, 4. Deməli, buradan əmələ gəldi nə uşaqlar? Siklobutan. Siklobutan. Şərt nə oldu? Halogenlər arasında onda sizcə minimum neçə dənə karbon qalmalıdır? Yox. 3. 3. Bax, fiqur əmələ, üçbucaq əmələ gəlməsi üçün. 3 də, bax, elə bir nömrələsəm də, bu halogenlər deyil, bax, bu halogenlər arasında minimum 3, üçbucaq əmələ gəlməsi üçün. Siklopropan. İndi başqa necə yaza bilərik, uşaqlar? Baxaq, tutaq ki, belə bir şey yazmışam. CH3, CH flor, CH2, CH flor, CH3. İndi buradan nə alınacaq? Yenə də üzərinə gəldik, sink. Nə alınır buradan sizcə? Aha. İndi halogenlərə baxıram. Halogenlər arasında nə qalır? 1, 2, 3. Bax, bu halogenlər arasında. Bunlar getdi, sinklə birləşdi. Üçbucaq əmələ gəldi. Gəlsin. Azdığıl. Kənardan 2 dənə nə qaldı uşaqlar? CH3 qaldı. Əlbəttə, siklopentanın izomeri sayılır. Və yaxud pentenin izomeri sayılır uşaq. Bu da oldu alınması. Bildik alınma reaksiyasını çox sadədir. Düzdür. Bəs başqa necə ala bilərik? Benzol var, benzol. Benzol halqası belədir. Burada hər birində CH, bax belə C6H6. C6H6. Üzərini, bəli, dairə 3 pi rabitəsinə bərabərdir. Belə deyək də. 6 elektronlu pi sistemidir bu. Buradan nə alır? Üstünə 3 mol hidrogen gələriksə, buradan da alarıq sikloheksanı, C6H12-ni. Üstə 3 mol hidrogen gəldik uşaqlar. Bax, alınacaq sikloheksan. Bu künclərdə CH2 olacaq. Bu da oldu digər. Bunu da alarıq biz nəyi? Metil sikloheksan ala bilərik uşaqlar. Və yaxud deməli, metil sikloheksan, tolol görəcəksiniz indi. Metil sikloheksanı dehidrogenləşdirəndə tolol alınır. O da olacaq onun kimyəvi xassəsi. Gəlin, baxaq indi uşaqlar izomerliyə. Dedik ki, CnH2n ümumi formuluna tabidir. Hansı siniflə sinif arası izomer idi? Alkenlərlə. Alkenlərlə sinif arası izomerdir. Amma alkenlərlə bunun fərqi nədir? Uşaqlar, məsəl üçün yazmışam, bax, siklopropan. Siklopropanda karbon atomlarının hibridləşmə vəziyyəti sizcə nədir? Yox. Pi rabitə varmı? Yoxdur. Hamısının hibridləşmə vəziyyəti olacaq sp3. Düzdür. Deməli, onda burada hibrid orbital sayı, hibridləşmə vəziyyəti sp3-dür. Hibrid orbital sayı 4n'dir. Qeyri-hibrid orbital sayı uşaqlar 2n, eləcə hidrogen sayıdır. Ümumi orbital sayı oldu 6n. Gəlirik burada karbon-karbon arası rabitəyə. Karbon-karbon arası rabitəyə. Və yaxud qeyri-polyar rabitəyə. İndi burada n-1 deməyəcəyik. Niyə? Bax, hamısı arasında rabitə var. Qapalı daxı. N. Bəli. Onda qeyri-polyar, karbon-karbon arası və yaxud sp3, sp3 qapanması. Hamısının sayı nədir uşaqlar? N. Tutardı getdi. Bir dənə burada diqqətli olacaqsınız. Və ümumi sigma sayırıqsa, ümumi sigmada, bax, o da olacaq ümumi atom sayı. Hansındakı, məsələn, deyirdik karbon sayından bir vahid əskik çıxırdıq. Onlarda toplayıb bir çıxırdıq. Amma bunlarda uşaqlar ümumi rabitə sayı olacaq. Eləcə atom sayı ümumi sigma, bir də ümumi atom olacaq neçə uşaqlar? 3n. Bu belə. İndi gələk bunu
Sinif arası izomerinə hansına? Alkene. Alkenin birincisi sikloalkanın birinci nümayəndəsi 3-dən başlayır. Bu alkenlərin neçənci nümayəndəsidir uşaqlar? İkinci nümayəndəsidir. İkinci nümayəndəsi də sinif arası izomerdir. Hibrid orbital sayında fərq olacaq. Düzdür. Alkenlərdə pir abitə var idi. Bromlu suyu rəngsizləşdirəcək. Sikloalkanlar nə edəcək? Rəngsizləşdirməyəcək. Uşaqlar, alkenlər birləşmə reaksiyasına girir hamısı. Sikloalkanlardan isə deməli siklopropan, bir də siklobutan. Bunlar girir birləşmə reaksiyasına. Birləşmə reaksiyasına. Bircə dəqiqə. Birləşmə reaksiyasına daxil olur. O birisi nümayəndələri isə əvəz etmə reaksiyasına daxil olur. Yəni kimyəvi xassələri də eyni deyil. Amma belə yanma falan bu eyni olacaq. Sonra alkenlər pirabitənin hesabına polimerləşir. Sikloalkanlar isə polimerləşmir, çünki pirabitəsi yoxdur. Bu da belə. Bunları bildik. Dedik, bromlu suyu rəngsizləşdirmir, kalium permanganatlı suyu rəngsizləşdirmir. Sonra neynəmir? Deməli, polimerləşmə reaksiyasına daxil olmur. Bu da onun sinif arası izomerindən olduğu kimyəvi xassələrinə görə fərqləri. İndi gəlin digər izomerlərinə baxaq. Görək ki, alkenlərdə hansı izomerlik var. Dedik, bir oldu sinif arası izomerlik. 2 olacaq uşaqlar. Sadəcə 2 niyə görə deyirəm? Elə belə deyirik də özümüz üçün. Olacaq quruluş izomerliyi, sinif daxili quruluş izomerliyi. Məsəl üçün, mən yazmışam bura metil siklopropan. Sizcə bu sinif daxili hansının izomeridir? Hansının? Siklobutanın. Butan deməyəcəksən. Siklobutanın izomeridir. Bax, bu 4-ün izomeridir. 4 dənə karbon olanın. Sinif daxili siklobutanla izomeridir. Bəs sinif arası nə ilə izomeridir onda? Butenlə. İstəyir buten 1 olsun, istəyir buten 2 olsun. Onların hər ikisindən izomer olacaqdır. Bu oldu sinif daxili quruluş izomerliyi. Sonra nə izomerliyi var uşaqlar? Deməli, optik izomerliyi var. Optik izomerlik bilirsiniz nədir? Bir karbon atomuna 4 tərəfdən fərqli radikal birləşərsə və son olaraq fəza izomerliyi. Fəza izomeri də uşaqlar, məsələn, cis-trans. Məsələn, 2 dənə CH3 yazmışam. Bu eyni müstəvidədirsə metillər, bu olur cis forma. Fərqli müstəvidədirsə, məsələn, CH3-ü birini bura yazıram, birini də belə yazırıq. Bu da olur hansı forma? Trans forma. Deməli, izomerliyin neçə formasına rast gəldik? Sinif arası, sinif daxili quruluş, optiki, bir də hansı cis-trans həndəsi izomerlik. Cis-transa həndəsi də deyər, fəza izomerliyi də deyər. Hər ikisi eyni şey. Bunu da bildik uşaqlar, bildik. Gəldik adlandırma. Bəli, quruluş oldu da balam. Bax, metil siklobutan, siklopropan, siklobutanla fəza quruluş izomeri olacaqdır. Bu belə. İndi gəlin adlandırılmasına baxaq. Adlandırılmasını demədi keç. Uşaqlar, adlandırma zamanı. Bunun normal adı nədir? Bəli, bu siklobutandır. İndi uşaqlar, siklobutan CH2 burada yazaq. Gəlirəm, bax. Burada karbonun hidrogeninin birini çıxartdıq. Əvəzinə yazıram metil, CH3. Bunun adı nə olacaq? Artıq burada nömrə deməyəcəyik. Elə bir dənə metil varsa, haradan bu 1 olacaq da, hara birləşibsə birləşsin. Buna deyəcəyik metil, siklobutan. Ay, sağ ol. Yaxşı, əgər belə olsaydı, baxın, bir dənə CH3 bura, bir dənə CH3 bura yazsaydı. Onda nə edirik? Nömrəliyirik. 1, 2, 3. Adı nə olacaqdı? Kim deyər? De görüm, Məhəmməd. 1, 3, dimetil, ay sağ ol, siklobutan. Bu oldu uşaqlar. Deməli, adlandırma. Sizcə, hansının izomeridir? Sinif daxili nəyin izomeridir? Hansının? Siklo, nəyin? Sikloheksanın izomeridir. 6 dənə olanın. İndi mən sizə belə bir şey yazmışam. Buraya yazıram C2H5. Burada yazıram CH3. Necə adlandıraram? Hardan nömrələyərəm? Kim deyər? Buradan nömrələyərəm sizcə? Metildən nömrələyərəm. Bax buradan. 1. Kiçik radikaldan nömrələyirik həmişə. 1.
Gəlirəm. İndi sizcə belə gedib, belə fırlanım, yoxsa belə gedim? Hə, belə gəlim? Yox. Niyə? Belə gedə bilmərəm. Çünki belə nömrələsəm, karbon atomlarının nömrəsi 1, 2, 3, gəlir düşür neçəyə? 4-ə. Ona görə elə getmirik uşaqlar. Necə gedəcəyik? Ay, sağ ol. Gəldik belə. 1, 2, 3. Onda adın nə deyirik? 1, metil. Sonra nə deyirik? 3, etil. Adı olacaq nə uşaqlar? Siklo. Ay, sağ ol. Heksan. Bu da oldu adlandırmamız. Vəssalam. Başa düşdük adlandırmanı da. Və son olaraq gəlirik kimya. Bu xassəsinə bayaq bir toxunduq. Yazmaq istəyirdin Duyğu? Yox. Yazırsan yaz. Yaz. Kimyəvi xassəsinə bayaq bir yüngülvari toxunduq. Təkrar bir də gedirik üstündən. Dedik ki, pi rabitəsi olmadığına görə bromlu suyu rəngsizləşdirmir. Sonra neynəmir? Kalium permanganatlı suyu rəngsizləşdirmir. Hamısı birləşmə reaksiyasına daxil olmur. İçlərində sadəcə siklopropan və siklobutan birləşmə reaksiyasına daxil olacaq. Məsələn, bunun yəni xüsusiyyəti budur. Siklopentan və sikloheksan isə əvəz etmə reaksiyasına daxil olacaq. İndi 1 mol xlor gəlmişim. Elə bilin ki, uşaqlar, buradan qırıldı. Bu zəncir açıldı belə. Xlorun hərəsi bir tərəfdən birləşəcək. Onda bax, açıldı zəncir. 3 dənə karbon açıldı. Hərəsindən bir xlor birləşdi. Hidrogenlərini də yazdım yanına. H2, H2, H2. Və yaxud indi bunun üzərinə H xlor gəlirəm. İndi nə baş verər? Yenə bir tərəfdən qırılsın. Bir tərəfinə halogen birləşəcək, bir tərəfinə xlor birləşəcək. Yenə də açıq zəncirimizdə uşaqlar 4 dənə karbon. İndi H2 tutaq ki, yazmışam da özüm üçün. H2, H2. Birinə gəlsin, birləşsin. Hidrogen olsun 3. O birisine də birləşdi xlor. Bu oldu birləşmə reaksiyası. Bəs əvəz etmə olsa necə olacaqdı uşaqlar? Üstə gəlmişə brom gəlim. Brom 2 tutaq ki, brom gələcək. Buradakı hidrogenlərdən birini götürəcək. Burada qalacaq brom. Üzərinə də gəl H brom. Bu da oldu hansı reaksiya? Əvəz etmə. Dedik hansılar birləşməyə daxil olur? Siklopropan, siklobutan birləşmə reaksiyasına daxil olur. Siklopentan, sikloheksan əvəz etmə reaksiyasına daxil olur. Bir də ən önəmli uşaqlar siklopropan tipdə narkoz kimi istifadə olunur. Bu da olacaq bunun tətbiqi. Və salam. Dərsimiz oldu bu.